Salam idmanı və əyləncəni sevən sport maqazini izləyiciləri. Hər həftə olduğu kimi bu həftədə idmançılarımızın əyləncə və adrenalin dolu həyatlarını əks etdirəcəyik. Həri öz işindədir. Biri bu soyuqda özünü suya atır, biri podiuma çıxır. Digəri isə hələ özünə geyim seçir. Bütün bunlara anonslardan sonra özünüz baxacaqsınız. Dünya çempionu Qeybəlidən qaydasız döyüşçülərə ismarıc. Bəzi idmançılar var ki, neçə qat Avropa, neçə qat dünya, əsas odur ki, peşəkar vuruşasan. Boks, kung-fu sanda, üzgüçülük bir arada. Mən Nizam Məmmədov sport maqazində. Şəhriyar Abbasov əlcəklərini hərraca çıxaracaq. Ola bilsin ki, gələcəkdə sata bilərik. Güclü xanım ilk dəfə podiumda. Qarmon ifaçısını sənətindən kim uzaqlaşdırdı? Çox hörmətsizliklər gördüm, nalayiq hərəkətlər bəzi adamlardan gördüm. Parçalanmış karate-do birləşəcəkmi? Başqa idmanlar kimi yayılmağına mane törədir. Babək filmində Cavidanla vuruşan sərkərdə. Adamıza gəldik, dedik ki, qardaş qanı tökməyin. Mən də deyirəm, çəkil, igid. Məsələn, kəmlə sözüm var. Cavidan da deyir, görürsən də əl çəkmir. Toponluğa, psixoloji baxış. Bütün bunlar Mehmanə Zeynalovanın təqdimatında Sport Maqazində. Çəkilişə göstərdiyi köməkliyə görə Qorqud Plazaya öz təşəkkürümüzü bildiririk. Qaydasız döyüş üzrə dünya çempionu Qeybəli Kərimovu digər qaydasız döyüşçülər çox narahat edir. Onu əsəbləşdirən digər qaydasız döyüşçülərin kaska ilə vuruşmasıdır. Akula ləqəbli çempionumuz buna dözmədi, özünü suya atdı. Ancaq qəzəbdən yox, üzgüçülük onun hobbisidir. Akula Qeybəlidən sport maqazinə salamlar. Qeybəli Kərimov, qaydasız döyüş üzrə Qafqaz çempionu, 2 qat Avropa və 1 qat dünya çempionu, yeniyetmələr üzrə məşqçidir. Dünya çempionundan qaydasız döyüşçülərə atmaca. Bəzi idmançılar var ki, neçə qat Avropa, neçə qat dünya, əsas odur ki, peşəkar vuruşasan. Mənim tələbələrim də həvəskar vuruşur, əmin idmançılar da elə həvəskar kimi vuruşurlar. Bizdə qaydasız döyüşdə nə kaska olur, nə jitki, qoruyucu olur, heç nə. Amma elə idmançılar var ki, bəziləri gedir kaska ilə, jitki ilə. Bu odlu sözlər kimi yandıracaq? Özü bilir kimə deyirəm. Yəni, neçə qatdan dünya, Avropa olmaqla deyil, peşəkar vuruşmaq lazımdır. Bəs qorxmursan, cavab gələr? Ən azından 26 yaşımda peşəkar idmançılarla vuruşmuşam. Həmin idmançılar kiminlə vuruşub? Bəzilərdə kimi nəzərdə tutursunuz? Bilənlər bilir. Yaman ot püskürürsən. Yəqin ləqəbin də əjdahadır. 5 il bundan qabaq bir döyüşdə, Gürcüstanda bir döyüş oldu, komandaya, 5-5-ə. Ermənilərlə Azərbaycan komandası. O yarışda da ləqəbsiz, hər bir idmançının öz ləqəbi var idi. Mənim də heç bir ləqəbim yox idi. Müəllim tərəfimdən elə ad qoyuldu Akula. Elə Akula ləqəbli ilə qalmışam. Sənin hərəkətlərində Akula hərəkətləri var. Döyüş vaxtı hə olur. Amma mən tələsmirəm. Nə qədər də xoşlayım, udar deyilsin mənə. Rəqibi udursan da, Akula kimi. Çalışdığım qədər uduzluğum da olub. Niyə ki? Uduzluğum da, müəyyən miqdarda uduzluğum olub. Amma çalışmışam ki, o rəqibi udum. Bəs dediyin bəzi qaydasız döyüşçülərin nəyi səndən əskikdir? Gedir orada burada kaska ilə vuruşur, deyir ki, ay belə vuruşdum, ay elə vuruşdum, peşəkar vuruşmaq lazımdır. Yəni orada zərbələr deyilən bir şey də var. Məsəl üçün diz zərbəsi, bizim idman dilində kalenka deyirlər. Onlarda diz zərbəsi yoxdur, dirsək yoxdur. Həm də onlar 2 round 2 dəqiqə vuruşurlar kaska ilə. Amma bizdə məsəl üçün 5-5-5 çox çətin bir şeydir. Həddindən artıq onun dözümlüyü var. Adam bəzən olub ki, məsəl üçün mən dünya çempionundan vuruşanda gözüm bağlanmışdı, burnum sınmışdı. Yəni elə də getdim çempion oldu. Sən bizim sport maqazin verilişindən həmin idmançıları öz çəkində ringə dəvət edə bilərsən? Çəkinmədən. Hər zaman hazıram. Günün hər zaman vaxtında. Baxmayaraq ki, hal-hazırda sırf o qədər də formada deyiləm, amma texnikam özü sözünü deyir. Döyüşçülərin qaydasız döyüşməsi Qeybəlini o qədər qəzəbləndirdi ki, o dözməyib suya atlandı. Ən birinci növbədə sağlamlıq üçündür. Ondan əlavə çalışdığım qədər peşəkarcasına məşğul olmağı xoşlayıram. Üzgüçülük isə 3-cü dərəcəliyəm.
Yəni boş vaxtlarımdan çalışdığım qədər çox üstünlük verirəm üzməyə. Bəlkə qaydasız döyüşdən əl çəkib üzgüçülük yarışlarına qatılasan. Yox, üzgüçülük üzrə getmərəm yarışlara. Üzgüçülük üzrə qaydasız döyüşə baxanda nisbətən zəifəm. Amma baxmayaraq 3-cü dərəcəliyəm. Bəs tələbələriniz də sizin kimi məharətlidirlər? 2 həftə bundan qabaq bir tələbəm 11 yaşında Mail Babayev 35 kiloqramda qızıl kəmərin sahibi oldu. Harda keçildi, nə yarışı idi? Respublika kuboku idi, Respublika turniri. Hansı idman növü üzrə? MMA üzrə, qaydasız döyüş üzrə. Belə deyək də, o uşağı həddindən artıq çalışdığım qədər bazar günü onları Milli Parka, bulvarı cross aparıram onları. Yəni tək öz zalımda yox, başqa zallara, məsələn boksçuların yanına aparıram, güləşçilərin yanına aparıram ki, o gözləri açılsın. Yəni ondan əlavə 5 yaşında bir tələbəm çempion oldu 20 kiloda. Yəni o yarışın ən kiçik çəkilisi və ən kiçik balaca uşağı çempion oldu. Dünya çempionunun aldığı zədə onu yarışlardan uzaqlaşdırdı. Mənim hardasa 2 il bundan qabaq ağır bir zədəm oldu. Diz qapağım sındı yarışın birində. Öz səhvim ucbatına ayağım burxuldu, sındı. Həkimlər biraz fasilə verməyə əməliyyat olundu, ağır bir əməliyyat keçirdim. Aldığı zədədən sonra yenidən özünü toplayan çempion yenidən yarışlara qatıldı. Bu yaxınlarda getdim, Avropa çempionu oldum. Batumidə, Qaradəniz sahilində. İndi Allahın köməyi ilə formaya düşün, biraz artıq çəkim var. Biraz çəkiyə, formama fikir verim. Allahın köməyi ilə aprel ayında yaxın vaxtlarda bir gözəl bir döyüş olacaq. İnşallah. Bakıda təşkil olunacaq yoxsa? Fransada, dünya çempionatıdır. Sport maqazin sənə zədəsiz yarışlar arzulayır. Mən Akula Qeybəli Sport maqazində. Digər üzgüçülüyü sevən idmançımız boksa atıb Kung Fu Sandaya keçən Nizami Məmmədovdur. Kung Fu Sandada dünya çempionu olan Nizami üzgüçülükdə də nailiyyət qazanacağına əmindir. O deyir ki, əgər üzgüçü olsaydım, məhz bütün beynəlxalq turnirlərin qalibi mən olardım. Mən Nizami Məmmədov Sport maqazində. Nizami Məmmədov Kung Fu Sanda üzrə 3 qat dünya çempionu, 2 dünya kubokunun sahibidir. Çempionumuz Kung Fu Sanda üzrə keçirilən dünya kubokundan qayıdıb. Dünya kubokundan dönər-dönməz Nizami Məmmədov yolunu sport maqazinindən saldı. Braziliyanın São Paulo şəhərində keçirildi 23-dən 25-nə kimi. Möhtəbər yarış idi. 48 dövlətdən 600-dən artıq idmançı iştirak edirdi. Bu əlbəyaxı döyüşlərin vətən Braziliya demək olar ki, Braziliya sayılır. Çindən sonra Braziliyadır. Çox güclü yarış keçdi. Vətənə şükür Allah ki, uzaq döndük. Qızıl medal qazandım. Azərbaycan bayrağını göylərə yüksəltdim. 91 kiloda komanda yoldaşım Akşin Kərimov 2-yə çıxdı və Ceyhun Əliyev 3-ə çıxdı. Dünya arenalarında Azərbaycan Kung Fu Sandaya qarşı münasibət necədir? Bizim xalq döyüşkən xalqdır. Ona görə dünyada bizə həqiqətən də rəqib kimi baxırlar. Rusiya komandasıdır, dünyanın ən güclü komandaları Rusiya komandası, Çin komandasıdır, Braziliya komandasıdır. Bizə həqiqətən də rəqib kimi baxırlar. Boks atıb Kung Fu Sandaya keçən Nizami boksda yığdığı təcrübədən indi də istifadə edir. Bu Kung Fu Sandada mən döyüşümü yumruqların üstünə qururam, məsələn, boks üstünə qururam. Döyüşkənliyə bu həvəsim çox idi bu idman növünə. Meylim çox idi döyüşməyə, əlbəyaxa döyüşə. Bir müddət boksa getdim. Nəticələr Respublika çempion olmuşam boksdan. Oradan idman növümü dəyişdim. Məsləhət dostlarımızın məsləhətindən gəldim və dünya çempion oldum. Bir çox yarışlardan qalib qayıdan idmançı bir qələbəsini xüsusi xatırlayır. İlk dünya çempionluğunda finalda Rus idmançı ilə düşmüşdüm. Çox çətin rəqib idi. İlk dünya çempionatım idi. Finalda mən rəqibə xal hesabı qalib gəldim. Çində oldu bu. Və mənim yadımda sevincimin həddi hissi yox idi. Və ən yadda qalan qələbəmdir mənim. Ümumiyyətlə, qələbə ilə bərabər məğlubiyyət də olurdu. Məğlubiyyəti necə həzm edə bilirsən? Əlbəttə, məğlubiyyəti hiss eləməyən idmançı heç vaxt qələbə qazana bilməz. İnsan gərək məğlubiyyəti ilə barışmalıdır ki, öz səhvlərinin üzərində işləsin və gələn yarışda öz səhvlərə yol verməsin. Əlbəttə, sportin şəst edilən bir şey də var, idman bəxti. İdman bəxti sən üzvə gərək ki, gülsün. Güldükdə sən də gərək yarışda, əgər əziyyət çəkmişsənsə, yarışda bəhrəsini görəcəksən. Heç olubmu ki, yarışa heç hazırlaşmamısan, bəxtə ümid eləmirsən ki, qalib gələrəm?
Xeyr, ümumiyyətlə yarışa elə hazırlaşmamışamsa, özümdə hiss eləmirəmsə yarışda mən qalib gələcəyəm, ya vətənin medalına dönməyəcəyəm, o yarışa getmirəm demək olar ki. Hər zaman quruda gördüyümüz idmançının məşğuliyyəti sudadır. Boş vaxtlarımda üzməyi xoşlayıram, çox xoşlayıram. Sərras üzməyi bacarım. Bəlkə də çıxıb beynəlxalq turnirlərdə sözümü də deyə bilərəm. Dünya çempionatı səviyyəsində deyil, amma belə beynəlxalq turnirlərdə bəlkə sözümü deyərəm. Bəs üzmək çempiona nə verir? Üzgüçülük məni rahatlaşdırır, sakitləşdirir. Xoşlayıram üzməyi. Qaçışdır, üzməkdir. Bu idmanın bir növrəsidir. Üzmək insanın dözümlüyünü artırır. İnsana xeyir nəfəsini, ağciyərlərini açır. Sağlam həyat tərzinin tərəfdarı olan Kung Fu Sanda idmançısını yeni yarışlar gözləyir. 2015-də inşallah bizi qarşıda Avropa çempionatı, dünya çempionatı, dünya kuboku və möhtəbər beynəlxalq turnirlər gözləyir. Hər zaman rəngarəng geyimlər geyinən, qaydasız döyüş üzrə çempion Şəhriyar Abbasov hər zaman brend mağazalardan geyindiyini deyir. Şopingi sevən idmançımız ona verilən hədiyyələri məmnuniyyətlə qəbul edir. Ancaq özü hədiyyə verməyi sevmir. İllər sonra isə aldığı geyimləri o, əcnəbi çempionlar kimi hərraca çıxaracaq. Shopping yalnız sport mağazində. Şəhriyar Abbasov, qaydasız döyüş, pankration üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya çempionu, sambo üzrə Azərbaycan çempionu, judo üzrə beynəlxalq dərəcəli idman ustasıdır. Şəhriyar Abbasov keçdi biznesə. Bugünkü olimpiya çempionlarımız var ki, onların kimonosunu almağa, əlcəyin almaq üçün, yəni ki, aksiyona çıxarsalar, maraqlı təklifdir. Yəni ki, hər bir kəs maraqlı olar, yəni onların onu əldə etmək üçün sata bilərik. Olimpiya çempionlarımız var, dünya çempionlarımız var. Məsələn, onların barçovkasının alınması, onların trikosunun alınması. Məsələn, mən döyüşən vaxtı, ilk döyüşən vaxtdan indiyənə ki, mənim əlcəyim bərbət halda, mən onu saxlayıram. Uğurlu əlcək ki, o məndə durur, mən onu saxlayıram. Ola bilsin ki, gələcəkdə sata bilərik. Bəs Şəhriyarın kepkası auksiyona çıxa bilərmi? Bir çox gözəl təklifdir. Sport mağazinə öz minnətdarlığımı bildirirəm. Yeni ideya, deməli, nəsə bir şey eləmək olar. Başqalarına qarşı xəsis olan Şəhriyar özünə qarşı çox səxavətlidir. Mənim bugünkü alış-verişim sport mağazində. Hər zaman idman üslubunda geyinən Şəhriyar rəsmi geyimlərə də biganə deyil. Rəsmi geyimlər sevirəm, kostyumlarım çoxdur. Tədbirlərdən tədbirlərə geyinirəm. Tədbirlər olmayanda çünki yəni bizdə də ki, maşallah toylarımız tez-tez olur. Toylar da tədbirlərdir, yəni dövlət tədbirləri olanda o tədbirlərə çalışırıq ki, biz onlardan istifadə edirik. Amma ki, həqiqətən də ki, onlar biraz insanı sıxır. Çünki biz idmanla olduğunda gündəlik biz onu geyinə bilmərik. Şəhriyarın qardaşı dünya çempionu Bəxtiyar Abbasovun zəngi söhbətə mane oldu. Studiya zəng var, o cavab vermək lazımdır. Bəxtiyar müəllim. Bir dənə üzr istəyirəm. Bəli, Bəxtiyar. Qaydaq şopingə əsas özün üçün alırsan, yoxsa doğmaların üçün? Əlbəttə ki, özümə, açıq o sahədə özümə alıram. Heç kimə hədiyyə almağı xoşlamıram. Ad günləri qeyd eləmək xoşlamıram, kimsə təbrik eləmək. Amma xarici ölkələrdə olanda kimlərəsə hədiyyə alıb, hansı ölkəninsə, məsələn, suvenirlərini alıb hədiyyə etmək harasa bizə xoş gəlir. Yəni, onun nəyinsə xətəsi üçün yox, yəni xoş gedən məqamlardan olduğu üçün onlar, yəni bizdən onlara yadigar olaraq yəni, o hədiyyələrə edirik. Amma o düşündüyümüz qədər xəsis deyilmiş. Bəs çempionun ən bahalı geyimi nə olub? Yox, ən bahalı geyimlər, deyim, açıq ona meyilli deyiləm ki, yəni, ən bahalı nəsə almaq falan. Yerə getdiyimdə ona uyğun geyim geyinərəm. Yəni, hara gedirəmsə, yəni, necə olmalısa elə, hər kəs necə olsa mən də elə. Ən bahalı geyimim olub, saat olub. Saatları sevirəm. Hədiyyə eləsə də götürərəm. Hədiyyə verməyi xoşlamayan Şəhriyar, hədiyyə almağı çox sevir. Saatları sevirəm. Bir nəfər hədiyyə verib, bir dostumuz da hədiyyə verib. İnşallah onda hansı bir tədbirlər olur, biz də bir şey fikirləşib verərik. Yoxsa deyəsən vermişəm. Səhv eləmirəmsə vermişəm. Yəni mən nəsə vermişəm deyəsən. Unutma ki, hədiyyə almaqdan ötürü hədiyyə verməyi də bacarmalısan. Ehtiyatlı ol ki, Hacı Qaranın aqibəti sənin başına gəlməsin. Digər idmançımız da öz geyimlərini nümayiş etdirdi.
Ancaq o şopinqa yox, podiuma çıxdı. İdmançı xanımların incəliklərini itirdiyini deyənlər o xanımın nümayişindən sonra öz sözlərinə peşman olacaqlar. Səbinə Rızayeva, ağırlıq qaldırma, judo, sambo üzrə idman ustası, ağırlıq qaldırma üzrə 2 qat Avropa çempionu, dünya çempionu, ustalar arasında keçirilən Olimp oyunlarının bürünc medal sahibidir. Ağır atlet Səbinə ilk dəfə Sport maqazində podiuma çıxdı. Modellər kimi gəzmək biraz çətindir, çünki sözün düzünü öyrəşməmişik biz belə bir şeylərə. İdmançı xanıma podium ağır gəlmədi ki? Şalvarda başqa cür insan yeriyir, paltarda başqa cür bir balaca xanımlığı, xanım xatınlıq bəli, bəli. Ağırlıq qaldıran incə qızımız gündəlik geyimdə hansı üslubdan istifadə edir? Məsəl üçün işə geyinməyə üstünlük klassik bir paltarları xoşlayıram, çünki ofisdə işləyirəm. Əsas ciddi geyinməyə üstünlük verirəm. Məşqə getməyə, gəzməyə, yaxud ki bir harasa getməyə dənizə, onun öz stilləri var da, şalvar, məsəl üçün şortik ya başqa bir şey. Bəs Səbinə xanım üçün nə vacibdir? Dəb ya zövq? Düzdür, zövq də lazımdır, amma mən üstünlük rahatçılığa daha da üstünlük verirəm. Niyə görə? Çünki məsəl üçün elə şeylər var modda. Dəbdir, bəli, amma insan geyinir, heç yaraşmır. İdmançı xanımın rəng seçimi isə fəsilə görə dəyişir. Yayda biraz rəngli bir üstünlüyə verilir paltarlara. Qışda da olur, amma məsəl üçün mənim xoşuma gələn rəng göydür, qara, ağ da olur, amma hər şeyin öz yeri var. İlk dəfə Sport maqazində podiuma çıxan Güclü xanım hətta model kimi dəvət də alıb. Sözün düzünü bir neçə il bundan qabaq təklif olunub. Bir neçə dənə paltarları sadəcə olaraq nümayiş elətdirmək, şəkil çəkdirmək, həm də ki jurnala. Uşaqlıqdan qarmon ifa edən Ədalət Hümbətova sənətdən küstürdülər. O musiqini atıb idmanı tutdu. Ədalət Hümbətov, Shotokan karate üzrə Respublika çempionatlarının qalibi, klublar arası çempionatların iştirakçısı və qalibi, uzun fasilədən sonra Kyokushinkai Federasiyasında təlimatçı və hakimdir. Ədalət Hümbətov şou biznesi idmana dəyişdi. Məşqçi Ədalət haqsızlıqlara dözməyərək musiqidən əl çəkdi. Çox hörmətsizliklər gördüm, nalayiq hərəkətlər bəzi adamlardan gördüm. Onu sənətdən kimlər uzaqlaşdırdı? Dostla bir yerdə oturub, nəsə görsən ki, üzvə gülür, arxanca başqa sözlər deyir, belə şeylər gördükdən sonra biraz çəkindim bu sənətdən, çəkinməyə başladım. Sənətdən biraz həvəsdən düşməyə başladım. Keçmiş qarmon ifaçısı tanınmış bir çox müğənnilərlə el şənliklərində iştirak edib. Müğənnilərdən Məhəbbət Kazımovdur, Nazım Ağayevdir, ondan sonra deyimsə Səyyad Əlizadədir, Elariz Məmmədoğlu ilə bir toylarda, məclislərdə olmuşuq o vaxt ki, Elariz Məmmədoğlu biz həm dostuduq, həyatda yaxın dost olmuşuq, həm də bir gitara ifaçısı kimi Elariz Məmmədoğlu mənim yadımda daha çox qalıb. Son vaxtlarda müğənnilik eləyir. Gitara ifasını müğənniliyə dəyişən Elarizi müğənni kimi bəyənirsiniz? Elariz dostum, ancaq mənə elə gəlir ki, sən gitaranı atmamalıydın. Mənə deyiblər, Elariz Məmmədoğlu
müğənnilik eləyir. Mən inanmamışam. Dedim, ola bilməz. O cür sənəti atdı, keçdi müğənniliyə. Gözəl də gitara sənəti var idi, gözəl ifası var idi. Arada bir toylarda da ara bir oxuyurdu. Deyirdi, məşə, yəqin zarafat eləyir də. Oxuyan olmaz bundan. Bəlkə də fikirləri varmış, gələcəkdə məqsədi fikirləri varmış, onun arzuları varmış. Yəqin ki, arzularına çatıb indi. Doğmalarınızın toyuna necə? Keçmiş həmkarınızı heç dəvət etmisiniz? Toylara Elaris Məmmədoğlunu dəvət etməmişəm. Elaris də heç məni dəvət etməyib, amma inşallah mən elə gəlib bundan sonra dəvət edər. Qaydaq sənətə, musiqini idmana dəyişməyinizə peşman deyilsiniz. Yəni peşmançılıq var ki, o boyda əziyyətlər çəkdim. Neçə illər, məsəl üçün, neçə illərimi qoydum o sənətə. Sona kimi davam eləmədim. Təbii ki, bu peşmançılıq insanın öz daxilində bir peşmançılıq hissi verir insana. Amma yəni peşman da deyiləm ki, şükür Allaha, o qədər sənət var ki, o olmasın, deyil, bu olsun. Sonda məşqçi və qarmon ifaçısının məharətini biz də görək. Bir vaxtlar atasının kassasından oğurluq edən Sabir Süleyman bugün artıq Karate-Do Federasiyasının prezidentidir. Sabirin fikrincə, karatenin növlərə parçalanması onun inkişafına zərbə vurur. Sabir Süleyman, 7 qat Azərbaycan, 3 qat Avropa və 3 qat dünya çempionu, 5-ci dan qara kəmər sahibi, Karate-Do Akademiyasının rəhbəridir. Sabir müəllim, Azərbaycanda ümumiyyətcə karatenin bir çox növləri inkişaf edir. Bax, bu parçalanma ümumilikdə karatenin inkişafına maneçilik törətmir ki? Bu əlbəttə ki, inkişafa təsir etməsə də, ümumiyyətcə Karate-Do'nun bir formada başqa idmanlar kimi yayılmağına mane törədir. Bu haqda geniş kitab da yazmışam. Mən Sabir Süleyman olaraq peşəkar Karate-Do'nun təbliğinə çox üstünlük verirəm. Hal-hazırda da Azərbaycanda yeganə peşəkar Karate-Do Akademiyası fəaliyyət göstərir. Hansı ki, bu Karate-Do növü peşəkarcasına heç bir stilləri və növlərə ayrılmadan bütün sahələri geniş təbliğ edərək Karate-Do'nu insanlara, xüsusən də gənc idmançılarımıza aşılayırlar. Elə bir yarış Respublikada yoxdur ki, peşəkar döyüş yarışları ki, biz orada təmsil etməyək Azərbaycanı. Azərbaycanın ən azı 2 nəfər himni səsləndirərək hər dəfə ən azı vətənə qayıdır. Xüsusi olaraq bu il Portuqaliyada keçirilən WAC Association Dünya Çempionatında, Polşada keçirilən Kongsao Dünya Kubokunda, Çexiyada keçirilən Avropa Kubokunda, həmçində Viyanada, Avstriyada keçirilən beynəlxalq turnirdə xüsusi vurğulamaq istəyirəm bir neçə idmançını ki, onlar da gözəl nəticə verərək Azərbaycana qızıl medalla dönərək həm təşkilatımızı, həm də ki, Azərbaycanı sevindirdilər. Karatenin digər növləri ilə müştərək işbirlikləriniz olurmu? Ümumiyyətcə, heç bir karate federasiyası ilə bizdə heç bir problem yoxdur, olmayıb və inşallah ki, olmayacaq. Dünya və Avropa çempionatlarından uğurla qayıdan idmançılarımız bir daha göstərirlər ki, bizim təşkilat düzgün yoldadır. Ümumiyyətcə, bu sizin təşəbbüskarlığınızda oldu, yoxsa müştərək fikir idi? Bu fikir olaraq mənim fikrim idi. Qərara gəldim ki, yəni Karate-Do'nun daha da güclü, daha da geniş yayılması üçün, daha da populyarlığa minməsi üçün və digər idman növləri kimi vahid şəkildə təbliği üçün mütləq və mütləq peşəkar Karate-Do'nun təbliği lazımdır. Sabir müəllim, ümumiyyətlə hər bir idman növünün öz spesifik xüsusiyyətləri var. Bəs peşəkar Karate-Do'nun hansı özəllikləri var? Başqa karate növlərindən fərqli olaraq nəzərinizə çatdırdım ki, peşəkar Karate-Do vahid şəkildə karatenin təbliği ilə məşğuldur və burada tək əl və ayaq zərbələri ilə kifayətlənmirlər. Burada həm süpürgə və yıxıcı fənlərdən, həm ağrıcı və boğucu fənlərdən də ibarət kombinasiyalar mənimsənilir tələbələr tərəfindən və bu da hərbi zirehli bir döyüş növünə bərabər tutulan bir idman növünə çevirir və fərqi də budur ki, hansısa bir yarış qaydasında bir məhdudiyyət qoyulmur.
Çünki məhdudiyyət bir idman növünün inkişafının dayandırılmağına səbəb olur. Bəs sizi bu idman növündə peşəkar saymaq olar? Heç bir peşəkar döyüşçü özünə qiymət verə bilməz. Çünki bu ola bilsin ki, özünü aldatma sayıla bilər. Ümumən bir döyüşçünün peşəkar olması üçün ictimaiyyət buna qiymət verir. Əgər sizin də vaxtınız olsa, bizim məşq prosesində mənim peşəkar olub-olmamağımı mən nümayiş elətdirərəm, siz də baxarsınız. Ümumiyyətcə Sabir müəllim, mənim üçün maraqlıdır. Bax, siz peşəkarlıq deyiləndə nəyi nəzərdə tutursunuz? Peşəkarlıq ustalıq deməkdir. Yəni fəndlərin, kombinasiyaların, hərəkətlərin və döyüş zamanı düzgün başa düşməyi, düzgün döyüşü qiymətləndirilməyin, vaxtında hərəkətləri olunmağının müsbət və maksimum düzgün hərəkətləri yerinə yetirmək deməkdir. Baxın Sabir müəllim, təcrübə ilə nəzəriyyə birləşəndə bu artıq peşəkarlıq sayılır. Doğrudur. Amma ona da təfsilat lazımdır. Sabir müəllim, bildiyimizə görə karatenin VKF versiyası yay olimpiya oyunlarının proqramına namizəd olan sıralardan biridir. Siz də peşəkar karate-do federasiyasısınız. Bax, bu sizdə paxıllıq hissi yaratmır ki? Əlbəttə ki, xeyr. Biz ancaq sevinirik buna görə. Çünki mənim də baza olaraq 25 illik təcrübəmin böyük əksəriyyəti VKF yarışlarında gücümü sınamaqla keçib. Və bu sahədə biz ancaq yardım edə bilərik və bizim işbirliyimiz genişdir və hətta bizim döyüşçülər də VKF yarışlarında, Respublika çempionatında və digər yarışlarda da öz güclərini sınayırlar. Biz efir vasitəsilə VKF növləri Federasiyasının rəhbəri Yaşar Bəşirova da öz təbriklərimizi bildiririk və ona efir vasitəsilə salamlarımızı çatdırırıq. Sabir müəllim, bu cavan oğlan tələbələrinizdən biridir yəqin ki, istərdim bax özünüz təqdim edəsiniz. Ümumiyyətcə, Bakı Peşəkar Karate-do Akademiyasının gənc perspektivli və dünya arenasında nəticə verən idmançıları mövcuddur və sadaladığım idman yarışlarında maksimum nəticə verərək vətənə qayıtmışdılar. Onlardan da biri Fərid Qurbanovdur, hansı ki son Portuqaliya dünya çempionatında vətənimizə qızıl medalla qazanaraq döndü və Azərbaycan xalqını sevindirdi. Fərid, çətin deyil ki, Sabir müəllimlə işləmək? Xeyr, Sabir müəllim kimi gözəl müəllim olandan sonra dünya arenalarında öz vətənimizi layiqincə təmsil edirik. Bax, nə kimi arzularım var bundan sonra? İnşallah bundan qabaqki indiki yarışda VKF üzrə Respublikaya çıxacağıq. Orada çempion olandan sonra Avropa çempionu, sonra da Allahın izni ilə Olimpiya çempionu olma arzusu. Uğurların hansıları olub Fərid? 2014-cü ildə aprelin 10-14-ü Portuqaliyanın Vago şəhərində keçirilən bütün döyüş növlərinin dünya çempionatında vətənimizi layiqincə təmsil edərək qızıl medalla vətənə dönmüşük. Ondan sonra biz tələbələr arası qaydasız döyüş üzrə dünya çempionatında 2-ci yerə çıxmışam və keçən ayın 28-i 30-u MMA üzrə beynəlxalq turnirdə 1-ci yerə layiq görülmüşəm. Bugün sizi qılınc oynadanlar ailəsi ilə tanış edəcəyik. Ata, oğul, qız, hətta gəlin də bu idman növü ilə məşğuldurlar. Ailənin başçısı isə Babək filmində Cavidan rolu ilə döyüşən İbad rolunun iştirakçısı Qılınc Oynatma Federasiyasının 1-ci vitse-prezidenti Yaşar Məmmədovdur. Filmdə qəddar görünən əsrin ən yaxşı məşqçisinin əslində çox kövrək qəlbi var. O bir müddət bundan əvvəl itirdiyi həyat yoldaşı haqqında danışanda göz yaşlarına hakim ola bilmədi. Yaşar Məmmədov, Qılınc Oynatma Federasiyasının 1-ci vitse-prezidenti, SSR və Azərbaycanın əməkdar məşqçisi, əsrin ən yaxşı məşqçisi, şöhrət ordenli əməkdar incəsənət xadimi, Azərbaycan Veteranlar İttifaqının sədridir. Mən Yaşar Əzizoğlu, Sport Maqazində. Yaşar Məmmədovu öz şeiri kövrəltdi. Здесь женщин новогодний, радостный, умный, зимний вечер холодный. Mən bağışlayın oxuyamadım. O ilham pərisi həyat yoldaşını bir müddət əvvəl itirib. Bilirsiniz, 54 il bir yerdə, böyük ümid.
Doyma bir gün qalıb zaten rəhməti getdi. 2 ildən sonra 52 ildir ev evliydik. Atam yanımda ölüb, qardaşım, anam. Hani Banisa'da apardılar beni. Açar öldü, tek öldü, görmedim. Mən bağışlayın, danışam mənimle. Yarışlar belə onu ilham pərisindən ayıra bilməmişdi. Amma əcəl ayırdı. Çox vaxt özümlə aparmışam. Bütün dünyanı o da çox vaxt məndən gəzib. Bütün dünyadakı o məşhur trenerlər, məşqçilər hamısı onu da tanıyırlar, məni də tanıyırlar. O rəhmət gedəndə bütün dünyadan o qədər başsağlığı gəldi ki, heç mən o internetlə də o qədər başsağlığı gəldi ki, Həyat yoldaşı ilə tanış olduğu günü xatırlamaq qılınc oynatma çempionunun kefini açdı. Universitetdə biz yeni il bir yerdə dans oynadıq. Orada deməli, orada tanış oldum. Ancaq ki, idmançıydım. Biz sevirdik, çox qızlarla gəzdirdim, zad edib. Bilirsiniz, ancaq fikirləşmişdim ki, kimi evə gətirib atamla, anamla tanış eləsəm, deməli, ancaq onu alacağım. Birinci elə Svidaniyada, Rumunska estradaydı, Filarmoniyada. Mən, deməli, məşqdən sonra gəldim, orada birinci görüşə. Gördüm, sumkasından çıxardı, buterbrot. Bilməm içində katlet yedi, bir dənə katletlə mənə allatdılar sonra deydim. Mən onda fikirləşdim ki, çox vinimatilli adamdır da. Bundan fikirləşdim, yaxşı cəhərvad olar. Ondan sonra mən onu tanış elədim atamla, anamla. Eşitdiyimizə görə gəncliyinizdə çox qəlb yandırmısınız. Elmira xanım da bundan xəbər tutub. Bir dəfə başıma mənim oğlum, böyük oğlum oyun gətirdi. Hansısa dokument axtarmalıydı. Mənim geçiyimi açıb, deyib, mama bax, görüb ki, bir 50 dənə məktub cürbəcür başqa-başqa ölkələrdən, ayrı-ayrı qızlardan. Deyir ki, bəs bu nədir saxlayırsan? Deyirəm, Elmira, görürsən, nə qədər orada məhəbbət var. Necə onu cürmə? Əlim gəlmir. Deyir ki, əgər sən bunları belə sevirdin, mən niyə almışsan? Dedim, bir dənə katletlə ağlatdım məni. Ata və üç oğul bir çox yarışlarda öz sözlərini deyiblər. Üç oğlum var, böyüyün adı Əzizdir, atam adını qoymuşam, Allah ölənizə rəhmət eləsin. Deməli, o Master Sportda Şipaqadandır. Bizdə, bilirsiniz, qılınç Şipaqa var, Rapira var, Savle var. SSR-nin idman ustasıdır, deməli Şipaqada. İlqar Rapirada, o da SSR-nin əməkdar idman ustasıdır. Elxan o Sable'də. Elədim bir-birinə konkret olmasın. 93-cü ildə Amerikanın Boston şəhərində oldu tələbələrin universiadası. Orada 7 nəfər Azərbaycandan idmançı qılınçlardan gəlmişdi. Onların 4'ü Mamedov idi. 3 oğlum, bir də mən. Özdəki orada məsəl üçün yaxşı da çıxış elədik. Yaşar Məmmədovun oğlu İlqar Məmmədov Rusiya yığmasının ilk Azərbaycanlı kapitanıdır. Keçən il, deməli, 12 ildən sonra Ruslar birinci yerə çıxdılar. Böyük mükafat verdilər idmançılara da. 175 bin dolar oğlum. 17 milyon 175. Bu il gene ola birinci yerə çıxdılar Ruslar, mənim oğlumun komandası. Deməli, adama da ləzzət eləyir də, o qədər dünya çempionu, olim çempionlar. Baxırsan, mənim oğlum onlara komandovat eləyirsiniz, adama da ləzzət edir belə. Hər qalibiyyətə 170 min kimə ləzzət verməz ki? Baş məşqçinin xanımı da özündən geri qalmır. Arvadı da Yelena Jimayeva 2 dəfə dünya çempionu olub, Avropa çempionu olub. Mənim oğlum 4 dəfə Avropa çempionu olub, dünya çempionu olub, 2 dəfə olim çempionu olub. Arvadı da Azərbaycandan çıxış eləyib 99-dan 2005-ci ilə qədər. Yaşar bəy övladlarına qılınc oynatmanı ötürüb, atası isə ona aktyorluq bacarığını. Atam əməkdar artist olub. Bizi də başlayın. Mən o gün şeylərdən istəyirəm bunu muzeyə verəm. İncəsənət muzeyinə. Baxın. 48 yaşında rəhməli gedib.
43-cü ildə görürsünüz, ad alıb, əməkdar Zaslujin artist. Yazıq toyuma bir gün qalmış 48 yaşında rəhmətə gedib. Babək filmində aktyorlara qılınc oynatmağı öyrədən məşqçi elə özü Cavidanın qurbanı olur. Babək filmində Rasim Balayev, sonra o birisi artistləri, Cavidanda olan Şahmar Ələkbər rəhmətliyi, bunları mən öyrədirdim qılınclaşmağa. Sonra mən Eldar Quliyev, rejissor dedi ki, ay Yaşar, dedi ki, artist axtarmıyor, bir adam var, 2 kəlmə sözü var, sonra ölür. Bəlkə özünü oynayarsan, Abu İmran rolunda. 2 kəlmə gəldik aramıza, nasyonda çəkiblər. Aramıza gəldik, dedik ki, qardaş qanı tökməyin. Mən də deyirəm, çəkil, git. Məsələn, 2 kəlmə sözüm var. Cavidan da deyir, görürsən də əl çəkmir. Deyir, ikimizdən biri gəlir sağ. İkimiz də, mənim saçımda yalançı qandı, bunu kəmərində. Mən vururam bunun qarnına, belə çıxanda güya ki, o qan şalvarından belə axır belə, qarnından da. Sonra o da dönürəm gedməyə, vurur başıma, qabağını alıram. Ancaq eləyəm hiç güya dəydi başıma. Belə çıxanda o yalancı qan saqqalımdan belə gedir. Anam rəhməti baxın deyir, Allah evi yıxsın. İkimiz də yıxılırıq. Torpağı belə tuturam, ölürəm. Ondan sonra Babək bizim meydimizin üstündə bizim qoşunları, hərəmizin 2000 dənə soldat vardı, Rusiyanın, SSR-nin soldatlarını geyindirmişlər, mənim qoşunum, onun qoşunu. Bizim meydimizin üstündə birləşdirir, ondan sonra Babək olur Babək. Yaşar Məmmədovun digər məşğuliyyəti isə suvenirlərdən ibarət topladığı kolleksiyalardır. Bax, bu ilanı Meksikadan gəlir. 81-ci ildən. Görün, necə düzəldi bu ilan. Nastayaşı ilandır. Mangusta. Kukula da öyle. Gör necə iskusunu qudurdular ki, üstündən 25 il keçir, 30 il keçir, heç tapot eləmir. Görürsünüz, o kuklalara fikir versəz, cürbət ölkələrdən bir yadigar götürdüm, kuklalar götürürdüm. Məsəl üçün, bu evə qonaq gəlir, göstərin, kop istəyirsən, açır, açanda gör. Вечный покой сердце вряд ли обрадует. Вечный покой для седых пирамид, а для звезды, что сорвалась и падает, есть только миг, ослепительный миг, а для звезды, сорвалась и падает, есть только миг, ослепительный миг. Əziz Sport Maqazin izləyiciləri, artıq bildiyiniz kimi toponluğumuzun vaxtıdır və mənim hər zaman olduğu kimi daimi qonağım psixoloq işinin ası Səid Nur Təbrizidir. Səid bəy, xoş gördük. Çox sağ ol, dəyərli Mehman xanım, çox sağ ol. Mən də çox sevinirəm ki, bugün yenə də sizinləyəm və bizim dəyərli daimi Sport Maqazin tamaşaçılarına deyirəm ki, hər zaman bax, bu kanalı dəyişmədən bu verilişi baxın, izləyin. Çünki burada sizin bilmək istədikləriniz, öyrənmək istədikləriniz çox şey var. Səid bəy, bugün də çox maraqlı mövzumuz var, ancaq təklif edirəm mövzumuza keçməzdən əvvəl toponluğumuzu izləyək, 10-cu pillənin sahibinə baxaq, sonra mövzumuza keçək. Ceyhun Məmmədov, sambo üzrə 7 dəfə dünya çempionu, 6 dəfə Avropa çempionu, 3 dəfə SSR çempionu, 2 dəfə SSR kubokunun sahibi, 2003-cü ildən etibarən Azərbaycan Sambo Federasiyasının prezidentidir. Səid bəy, düşünürəm ki, qərəz qəzəbdən yaranan, səmimiyyətə kasad, çox ikrah hissi doğuran bir xüsusiyyətdir. Bəli, təbii ki, belədir. Mən hər zaman çıxışlarımda qeyd edirəm ki, hər hansı bir qərəzli insanın mövqeyində səmimiyyət, saflıq, paklıq ola bilməz. Ona görə də arzu edirəm ki, belə qism insanlar bizim həyatımızda olmasın və olanları da uzaqlaşdıraq. Şəhriyar Abbasov, qaydasız döyüş, pankration üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya çempionu, sambo üzrə Azərbaycan çempionu, judo üzrə beynəlxalq dərəcəli idman ustasıdır. Səid Nur Təbrizi ilə qərəzli mövqeydə olanlar varmı? Və sir deyilsə bu hansı kateqoriyanın nümayəndələridir? Təbii ki, var. Yox desəm,
qeyri-səmimi çıxar və kifayət qədər kateqoriyalar var ki, o kateqoriyalarda olan insanlar mənə qarşı qərəzli mövqedə olublar və olacaqlarına da inanıram. Bu da qeyri-sağlam rəqabətdən doğan məsələlərdir bunlar hamısı və mən onlara hardasa belə deyək ki, mübaliğə ilə desəm, xəstə kimi baxıram. Allah onlara şəfa versin. Məhəmməd Rəsul Məcidov, boks, Dağıstan Respublikasından Azərbaycana dəvət olunub. Milliləşdirilərək yığma komandanın heyətinə cəlb edilib. Boks üzrə 2 dəfə dünya çempionu, London Yay Olimpiya oyunlarının bürünc mükafatçısıdır. Qəzəbi qərəzə çevirməmək üçün qəzəbi qərəzsiz etmək olar? Təbii ki, mümkündür. Əgər həmin şəxsiyyət ola bilirsə, o insanda az da olsa, zərrə də olsa insanlıq varsa, vicdan varsa, daxilində, qəlbində, ruhunda o insani heysiyyatlar itib bitməyibsə əgər, nədən olmasın, olar və mümkündür də. Səid bəy, 7-ci pilləni izləyək, sonra söhbətimizə davam edək. Toğrul Əskərov, sərbəst güləş, London Yay Olimpiya oyunlarının qızıl medal sahibidir. Avropa çempionu, beynəlxalq turnirlərin qalibi. Qərəzi qərəzsiz edən hansı amillərdən yararlana bilərik? Sağlam vicdan, insani sifətlər, mərhəmət və ülviyyət. Onda gəlin 6-cı pilləni izləyək. Rövşən Bayramov, Yunan-Roma güləşi. Yunan-Roma güləşi üzrə 2 qat Avropa çempionu. Hərbiçilər arasında dünya çempionatının qalibi. Dünya çempionatının və olimpiya oyunlarının gümüş mükafatçısıdır. Səid bəy, qərəzli əcnəbi hakimlər zaman-zaman çox mötəbər yarışlarda idmançılarımız üçün çox qərəzli qərarlar çıxarıblar və əlbəttə idmançı üçün böyük bir sarsıntıdır, ruh düşkünlüyüdür və birbaşa hətta deyərdim bilavasitə idmançının həyatını dəyişən qərardır. Bax, bu idmançılar bu qərəzli qərarlardan ruh düşkünlüyü yaşamamaq üçün nə etməlidirlər? Bilirsiniz, ümumiyyətlə mən qeyd etmək istəyirəm ki, bizim idmançılarımıza aid deyil o məsələ. Çünki bizim idmançılarımıza istənilən halda ruhdan salmaq mümkün deyil. Necə ki, mümkün olmayıb bugünə qədər. Heç vaxt ola bilməz. İstənilən o əcnəbi, belə deyək ki, bizim milliyyəti sevməyən insanlar arzularına çata bilməyiblər və çata bilməyəcəklər də. O bayraq elə həmişə yüksəkdə dalğalanacaq. Pərviz Abdullayev, kickboxing, 2 qat dünya çempionu, Vako üzrə dünya çempionu, 71 kiloqramda dünya kəmərinin sahibi, Sport Accord World Combat Games qızıl medal, Air 1 üzrə dünya çempionu. Bəs qərəzli insanlardan uzaq olmağın hansı taktiki üsulları var? Təbii ki, onlardan uzaq olmaq üçün birinci onların taktikasından istifadə etmək lazımdır, onların üzünə gülmək lazımdır. Onları qıcıqlandırmamaq lazımdır, onlara qarşı səbirli mövqedə olmaq lazımdır. Belə deyək də, ilanın quyruğunu tapdamamaq lazımdır. Və yavaş uzaqlaşmaq, onların həyatından çıxmaq lazımdır. Başqa yolu yoxdur. Çünki onlarda psixoloji travma var, psixoloji problem var. Onlar heç vaxt heyif çıxa bilmədiyi insandan əl çəkmirlər. Onlara zərər vururlar, sonra əl çəkirlər. İndi isə gəlin 4-cü pilləni izləyək. Görək 4-cü pillədə hansı idmançımız qərarlaşıb? Mariya Stadnik, qadın güləşi, Pekin Olimpiyadasının bürünc, London Olimpiyadasının gümüş mükafatçısı, dünya və Avropa çempionudur. Hakim ədalətsizliyinə məruz qalan idmançıya və hakimin verdiyi qərara, etiraz, protesto edən məşqçiyə bax, o an nə məsləhət görərdiniz? Axı siz psixoloqlar hər an səbirli olmağı məsləhət görürsünüz. Müəyyən istisnalar mütləq var. Elə yer var ki, orada səbirli olmaq uduzmağın təminatıdır. Ona görə də hakim müdafiə mövqeyində olan bir şəxsdir, həmin idmançıların arxasıdır. Orada onun fəallığı mütləqdir və yeri gələndə çılğınlığı mütləqdir. Ancaq Səid bəy, mən düşünürəm ki, bizim Azərbaycanımızda hakimlər çox qərəzsiz, şəffaf şəkildə öz ali peşələrini çox şərəfli bir şəkildə nümayiş etdirirlər. Və bunun da bariz nümunəsidir ki, Azərbaycanda dünya və Avropa səviyyəli mötəbər yarışlar keçirilir və bizim hakimlərə kifayət qədər inam, etibar var. Bəli, eyni ilə elədir. Çünki onlar Azərbaycanlıdırlar. Bu başqa cür ola da bilməz. Bizim Azərbaycan idmanı kifayət qədər yüksək zirvələri fəth edib və fəth etməkdə də davam edəcəkdir. Qarşıdan bilirik ki, yarışlar gəlir və burada da böyük qalibiyyətlər olacaq. Azərbaycan qalibiyyət Azərbaycana yaraşır. Başqa cür ola bilməz. Şahin Atamov, karate,
gənclər arasında Shotokan karate üzrə dünya çempionu. Böyüklər arasında isə karatenin və KF növü üzrə dünya çempionatlarının gümüş və bürünc medal mükafatçısı. İlk dəfə dünya kubokunun sahibi, Avropa çempionatının qalibidir. Bəzən də kinayəli baxışlar, eyhamlı sözlər qərəzli insanı ələ verir, deyilmi? Bəli, ələ verir, amma görünür ki, o hələ ki o mənfur, bədxax insan kimi tam formalaşmayıb. Ona görə öz bədxaxlığını ələ verə bilir. Tək elə qoy elələri qarşımıza çıxsın ki, biz tez ayılaq qəflətdən və onlara quyruq verməyək. Rəsul Çunayev, yeniyetmələr arasında Avropa çempionatının qalibi, böyüklər arasında keçirilən Azərbaycan çempionatının qızıl medal sahibi, Yunan-Roma güləşi üzrə Azərbaycan və Avropa çempionu, tələbələrin 27-ci Ümumdünya Universiadasının qalibidir. İndi isə birinci pilləyə nəzər salaq, görək birincimiz kimdir? Təbrik edirəm. Fəridə Əzizova, gənclər arasında dünya çempionu, taekvondo idman növü üzrə qızıl medal sahibi olan ilk Azərbaycan qadını, London Olimpiyadasının iştirakçısı. Səid bəy, düşünürəm ki, hal-hazırda Azərbaycan idmanında olan ədalətin bütün dünya şahididir. Məncə bu meydan, bu da şeytan. Gözləyirik Avropa Olimpiya oyunlarına. Əlbəttə ki, belədir. Azərbaycan, ümumiyyətlə, mən deyərdim ki, Azərbaycan ümumiyyətlə görünməyən bir adı var, onun da adı ədalətdir. Azərbaycan bütövlükdə ədalətlidir. Hər hansı bir işdə, peşədə, mövqeyindən asılı olmayaraq Azərbaycan hər zaman ədalətlidir. Və təbii ki, idman sayəsində də təbii ki, ədalətlidir və bu ədalətin böyük bir bariz nümunəsi olacaq. Bizim bu yarış olacaq və qalibiyyət olacaq, inanıram. Və bir daha bizim Azərbaycanımızın bayrağı yüksəklərə qalxacaq və biz də sevinəcəyik, xoşbaxt olacağıq, xoşbaxt hiss edəcəyik özümüzü. Bəli, bütün idmançılarımıza uğurlar arzu edirik. Çəkilişə göstərdiyi köməkliyə görə Qorqud Plazaya öz təşəkkürümüzü bildiririk. Bu həftədə bizdən bu qədər. İdmançıların məşğuliyyətini, həyat tərzini, atmacalarını, sevinclərini, iradlarını görmək istəyirsinizsə, hər həftənin cümə günü saat 21:00-da, təkrarı şənbə günü saat 17:00-da Sport maqazini izləməyi unutmayın. Sport maqazin kimi sağlam və pozitiv olun. Hələlik.